29 yaşında bir pasiyentimizi müayinə edirik. Qeyd edim ki, profilaktik müayinə üçün müraciət edib, qalxanvari vəzində patologiyası var və cərrahi əməliyyat öncəsi ümumiyyətlə Milli Onkologiya Mərkəzində bizim şöbədə istər süd vəzi patologiyasından, istər qalxanvari vəzi patologiyasından müraciət edən pasiyentlər mütləq ginekoloji konsultasiyadan keçir. 7 ildə ailəlidir. Bu zamana qədər bir dəfə də olsun simir testləri alınmamışdı. Müayinə təbii ki, ilk öncə simir testlərinin alınmasından başladı və vizual olaraq gözlə uşaqlıq boyunda belə bir ektopiya sahəsi gördüyüm üçün dərhal kolposkopiya müayinəsi aparmaq qərarı aldım və qeyd edim ki, kolposkopiya müayinəsi əgər simir sonuçlarımız və HPV testlərimiz belə deyək pozitiv gələrsə aparılmalıdır. Amma gözlə bir patologiya gördüyüm üçün dərhal apardım, amma ilk öncə qeyd edim, yenə də simir testimi almışam. Uşaqlıq boyunda saat 12-də mozaikalı aseta ağ epitel sahəsi izlədim və bu patoloji sahədir, transformasiya zonasının kənarında. Kolposkopiyanın da üstünlüyü ondan ibarətdir ki, gözlə görülə bilməyən patologiyaların asanlıqla aşkar edilməsi və adətən qalxanvari vəzi patologiyası ilə müraciət edən pasiyentlərdə bax bu sahələri aşkar edirik və buradan sizlərə səslənirəm. Qalxanvari vəzində patologiyası olan, istər xoş xassəli, istər bəd xassəli patologiyası olan, süd vəzlərində patologiyası olan xanımlar mütləq bir onkoginekoloqunuz olsun. Hər zaman dediyim kimi bu Könül Mərdanova olmaya da bilər. Həkiminizi öncədən seçirsiniz, güvənirsiniz və güvənərək gedirsiniz. Onkoginekoloqlardan çəkinmirsiniz, çünki belə patologiyalar xərçəngönü sayıldığı üçün 8-10 il ərzində xərçəngi keçə bilmə ehtimalı olduğu üçün bunları bizlər müayinə eləməliyik. Hər birinizi sevirəm, videolarımı sizlər üçün paylaşıram, diqqətlə izləyin.